Değerli izleyiciler, Azərbaycan Dil Ədəbiyyatı müəllimləri və ibtidai sinif müəllimləri, o cümlədən abituriyentlər və şagirdlər, MİQ və sertifikasiya mətnləri silsiləsindən 19-cu mətnimizi təqdim edirəm. Sualımız belədir. Mətnə əsasən tezisləri müəyyən edin. 1. Demokratik rejimlərdə yaxşı hakimiyyətin formalaşması xalqın təhsil və dünya görüşü səviyyəsindən asılıdır. 2. Demokratiyanın prinsipləri 2500 il bundan əvvəl müəyyən edilmişdir. 3. Səviyyəsiz cəmiyyətlərin formalaşdırdığı hakimiyyət diktaturaya çevrilə bilər. 4. Diktaturanın yaranması xalqın xoş vədləri sevməsi ilə bağlıdır. İndi mətni səsləndirirəm sizin üçün. Təxminən 2500 il əvvəl Platon yazır. Demokratiyanın əsas prinsipi hakimiyyəti xalqın formalaşdırmasıdır. Amma millətin özünü yönəldənlərin seçə bilməsi üçün yetkin və yaxşı təhsil görməsi şərtdir. Əgər bu təmin edilməzsə, demokratiya mütləqiyyətə keçə bilər. Xalq xoş vədi sevər. Buna görə də ruhən demokrat olmayan şəxslər də xoş vədlər verərək hakimiyyətə gələ bilərlər. Hətta səs toplamağı bilən hər kəsin dövləti idarə edə biləcəyi düşünülür. Demokratiya bir təhsil işidir. Təhsilsiz kütlələrlə demokratiyaya keçilərsə, oliqarxiya olar, oliqarxiyadan isə diktatura yaranar. Təxminən 2500 il əvvəl Platon yazır. Demokratiyanın əsas prinsipi hakimiyyəti xalqın formalaşdırmasıdır. Amma millətin özünü yönəldənləri seçə bilməsi üçün yetkin və yaxşı təhsil görməsi şərtdir. Əgər bu təmin edilməzsə, demokratiya mütləqiyyətə keçə bilər. Xalq xoş vədi sevər. Buna görə də ruhən demokrat olmayan şəxslər də xoş vədlər verərək hakimiyyətə gələ bilərlər. Hətta səs toplamağı bilən hər kəsin dövlətin idarə edə biləcəyi düşünülür. Demokratiya bir təhsil işidir. Təhsilsiz kütlələrlə demokratiyaya keçilərsə, oliqarxiya olar, oliqarxiyadan isə diktatura yaranır. İndi siz bu məqamda videonu saxlayırsınız, sualı cavablandırırsınız. Mən isə indi mətnin oxu şəklini göz önünə gətirirəm. Videonu saxlayırsınız, sualı cavablandırırsınız. Həm dinləyib verdiyiniz cavaba, həm də oxuyub verdiyiniz cavaba diqqət edirsiniz. İndi isə mən sizə 18-ci mətnimizin sualını izah edirəm. Mətn tanış mətndir. Bu mətndə bağlı sualımız var idi. Keçən dərsimizdə demişdim ki, bu suala diqqətlə yanaşmaq lazımdır. Asan görünə bilər, amma ciddi şəkildə çətin məqamlar var. Daha doğrusu diqqətsizlikdən doğan çətin məqamlar var. Deməli, sualımız belədir. Mətnə əsasən Ramazan orucunun aralıqlı aclıqdan fərqi hesab edilə bilməz. Demək yazıb ki, qaraciyər və böyrəklər istirahət edir. Bəli, bunu xüsusi fərq kimi yazıb ki, o cümlədən gün boyu böyrəklər və qaraciyər istirahət edir. Çünki Ramazan orucu quru oruçdur, bu vaxtda orqanizm heç nə qəbul eləmir. Amma aralıqlı oruçda su qəbul elədiyinə görə, deməli, qaraciyərlər və böyrəklər həmişə fəaliyyətdə olur, ona görə də tam istirahət eləmir. Ona görə bir fərqdir. İkidə isə yazıb ki, iltihab əleyhinə təsirə malikdir. Amma burada cümlə belədir. Deyir ki, Ramazan orucu iltihab əleyhinə təsiri aralıqlı aclığa nisbətən 3 dəfə daha güclü olmasına gətirib çıxarır. Amma demir ki, aralıqlı aclıqda iltihab əleyhinə təsir yoxdur. Sadəcə bu təsir 3 dəfə çoxdur. Əgər 2-də elə bir fikir olsaydı ki, aralıqlı aclığa nisbətən 3 dəfə daha çox təsirə malikdir, onda bu fikir doğru olar. Ona görə 2 doğru fikir deyil. Biz 2-ni götürəcəyik. Demək, bizim 2 cavabımız var. A və yaxud Y. 3-də yazıb yağ toxumalarını daha sürətlə parçalayır. Ən çətin bəlkə də cavab variantı bu idi. Çünki burada yazıbdır ki,
Elmi araşdırmalar göstərir ki, bədənə su daxil olmadıqda hüceyrələr öz daxili su ehtiyatlarını yaratmaq üçün yağ toxumalarını daha sürətlə parçalayır. Və biz bədənə su daxil olmadığını Ramazan orucunda düşünərək belə qənaətə gələ bilərdik ki, Ramazan orucu yağ toxumalarını daha sürətlə parçalayır. Halbuki, yağ toxumalarını daha sürətlə parçalayan Ramazan orucu yox, ac qalan hüceyrələrdir. Bədənə su daxil olmadıqda hüceyrələr parçalayır. Ramazan orucu yox. Ona görə mən keçən dərsdə xüsusilə vurğuluyurdum ki, diqqətli olmaq lazımdır. İltihab əleyhinə təsirə malik belə yağ toxumalarını daha sürətlə parçalayan Ramazan orucu yox, Ramazan orucu zamanı hüceyrələr. Deməli, 3 də Ramazan orucu ilə aralıqlı aclığın fərqi ola bilməz. Ramazan orucunu aralıqlı aclıqdan fərqi hesab edilə bilməz. 2-3, deməli, belə çıxır ki, səhv variantın biri də 5-dir. Yalnız sağlamlıq məqsədlidir. Yalnız sağlamlıq məqsədli aralıq aclığının Ramazan orucundan fərqidir. Ramazan orucunun aralıqlı aclıqdan fərqi deyil. Ona görə 5-i də götürəcəyik. Bəs 4 niyə düzdür? Dopamin asılılıqları ilə mübarizə üsuludur. Bəli, bizim axırdan 2-ci abzasımızda, yaxud 4-cü abzasda yazıb ki, Ramazan orucu dopamin asılılıqları ilə mübarizədə elmi cəhətdən sübut olunmuş bir üsuldur. Deməli, 1 və 4 doğru fikirdir. 2 və 3, 5 yanlış fikirdir. Ramazan orucunun aralıqlı aclıqdan fərqi hesab edilə bilməz. Yenə deyirəm, burada xüsusilə adamı 3-dəki fikir çaşdıra bilər. O da aydındır ki, yağ toxumalarını oruc yox, hüceyrələr parçalayır. 5-dəki fikirdə, dediyim kimi, aralıqlı aclığın Ramazan orucundan fərqidir. Ramazan orucunun aralıqlı aclıqdan fərqi deyil. Ona görə doğru variant 2, 3, 5. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.